kilo ala bilmirəm, çox yeyirəm, kilo ala bilmirəm və yaxud da heç yemirəm, kilo alıram, mən havadan kilo alıram. Belə sözlər çox eşidirik də Bəli. ətrafımızdan. Bəs bunun səbəbi nə ola bilər məsələn? Bu hansı situasiyalardan qaynaqlanır? Beynimizdə 3 funksiya var: qaç, don və savaş. Əgər biz ya kökəlirik və yaxud heç kökələ bilmiriksə, bu problem həmən dediyim dövrlərlə əlaqəli ola bilər. Məsəl üçün, əgər ata və yaxud ana uşağı abort etmək istəyirsə, burada artıq bir gizlən proqramı ola bilər və o insan həyata doğulur, sonra nə qədər eləyir, kilo ala bilmir. Bu gizlən proqramı ilə gedir. Yəni mən balaca olum ki, gizlənim məni öldürməsinlər. Və yaxud uşaq doğulub həyatda bir neçə ildən sonra ana xərçəng xəstəliyinə tutulur, ana rəhmətə gedir. Ata yenidən evlənir. Bu xanım da uşağı çox yaxşı baxmağından asılı olmayaraq o xanım da rəhmətə gedir xərçəng xəstəliyindən. Və uşaqda belə bir funksiya var ki, mən balaca olum, gizlənim ki, həyatda qalım. Əgər biz kökəlirik və yaxud arıqlayırıq, kökələ bilmiriksə, bu deməkdir ki, insan hər hansı bir savaş halındadır.